İndi isə test izahi ilə mövzumuza davam edək. Sual 1. İş nədir? A bəndi fəaliyyətin sadə bir cari vəzifəsini həll etməyə yönəlmiş, nisbətən bitmiş element. Bəli, həqiqətən də düzgün cavabımız A variantıdır. Yəni biz burada fəaliyyəti məqsədimiz olur bir işi görmək üçün, həmin o məqsədə çatmaq üçün onu müəyyən işlərə A1, A2, A3 deyə işlərə bölürük və hər bir element bitdikdən sonra növbəti elementə keçid edirik. B variantı psixi proseslərin mahiyyət etibarı ilə maddi əməliyyatın ideal plana keçməsi. Bu internalizasiya prosesidir. C bəndi insan fəaliyyətinin nəticəsini öncədən görmə. Bu antisipasiya terminidir. İnsan fəallığının özünə məxsus forması bu elə fəaliyyətin özüdür. Avtomatlaşmış hərəkətlərdə vərdişlərə aiddir. Deməli, bizim birinci sualdakı düzgün cavabımız A variantı oldu. 2. İşin tərkib hissələri hansılardır? A variantı motor mərkəzi sensor. Bəli, A variantı cavabımız. Motor mərkəzi sensor deyəndə biz motor dedikdə burada hərəkətli nəzərdə tuturuq. Motor hissədə bizim icra mərhələmizdir. Daha sonra gəlir mərkəzi və yaxud fikri deyirik, bu tənzim etmədir. Növbəti sensor və yaxud hissi burada da nəzarət hissəsidir. Deməli, bizim birinci və ikinci sualımızın düzgün cavabı A variantı oldu. İndi keçək üçüncü suala. Antisipasiya nədir? Antisipasiya qazanılmış deyil, həkk olunmuş. Biz demişdik ki, həkk olunmuş sözü imprinting idi, proqnozlaşdırılmış deyil. İrəlicədən görmək. Antisipasiya öncədən görməkdir. Yəni, hər hansısa bir işi görəndə və yaxud görməyə başlamazdan lap öncə həmin işin nəticəsini biz özümüz üçün müəyyən edirik və bu da antisipasiya adlanır. Qayda qanun da bilirik ki, taxis idi. Öncəki dərsimizdən məlumdur. Antisipasiya nəyə deyilir? Fəaliyyətin sadə bir cari vəzifəsini həll etməyə yönəlmiş, nisbətən bitmiş element bu işidir. Psixi proseslərin mahiyyət etibarı ilə maddi əməliyyatın ideal plana keçməsi bu internalizasiya idi. İnsan fəaliyyətin nəticəsini öncədən görməsi. Bəli, elə mənası da öncədən görmək deməkdir. Bunlar region psixoloqlarının işə qəbul imtahanında düşmüş suallardır. İnsan fəallığının özünə məxsus forması bu dediyi elə fəaliyyətin özüdür. Avtomatlaşmış hərəkətlər də vərdişlərdir. Növbəti sual. Əks əlaqə necə xarakter daşıyır? Əməli xeyir, hissi əyani. Yəni, burada hətta orada biz izahda dedik ki, hissi əyanidən sonra burada özünün hissi orientirləri olurdu. Bacarıq nəyə deyilir? Fəaliyyətin sadə bir cari vəzifəsini həll etməyə yönəlmiş, nisbətən bitmiş element dediyi işdir. Psixi proseslərin mahiyyət etibarilə maddinin ideala keçməsi internalizasiyadır. Yeni şəraitdə qarşıya qoyulmuş məqsədə çatmaq üçün mövcud bilik və vərdişlərdən istifadədir. Bəli, bizim düzgün cavabımız C variantıdır. Yəni, burada yeni bir şərait olur, amma bizim öncəki biliklərimiz köməyimizə gəlir. Həmin o biliklərdən, vərdişlərdən istifadə edirik. Eyni şəraitdə qarşıya qoyulmuş məqsədə çatmaq üçün yeni bilik və vərdişlər xeyr. Eyni şərait deyil. Yeni şərait və mövcud bilik. Yəni, öncəki biliyi artıq biz yeni şəraitə tətbiq edə bilirik. Psixi proseslər mahiyyət etibarı ideal əməliyyatların əməli plana keçməsi, bu da ekstralizasiya prosesidir. Sual 7. Birinci sinif şagirdinin çöplə saymasının fikri əməliyyatlara keçməsi nə adlanır? Əgər burada çöplə saymaq, yəni əməlidən, bu əməlidir. Əməlidən fikri əməliyyatlara keçməsi, yəni ideal əməliyyatlara keçməsi bizim internalizasiya prosesimiz adlanır. Düzgün cavabımız A variantı. Şagirdin məsələni yazılı həll etməsi aşağıdakılardan hansına aiddir? Burada da artıq yazılı, yəni bu fikri əməliyyatdan keçir.
Fikir əməliyyatdan keçirik biz əməliyyə. Fikirdən əməliyyə keçməmiz ekstralizasiyadır. Yəni şagird çöplərlə saymağı öyrəndi. Yaxşı. Yəni çöp artıq əməlidir. Keçdi fikriyə. Artıq o fikrində olan düsturlardan məsələni həll edir. Yazı üzərində bu görünür. Bu da olur ekstralizasiya prosesi. Fəaliyyət nəyə deyilir? Şuurun təzahür forması deyil, ünsiyyət prosesi deyil. Burada düzgün cavabımız Y variantı. Tələbatın ödənilməsi prosesidir. Fəaliyyətin neçə növü var? Fəaliyyətin əsas 3 növü olur. Oyun fəaliyyəti, təlim fəaliyyəti, əmək fəaliyyəti və bunlar da hər yaş dövründə özünün aparıcı bir də əlavə fəaliyyət növləri olaraq bölünür sonra. Fəaliyyətin struktur ardıcıllığını müəyyən edin. Burada çıxma üsulundan istifadə edə bilərik. Xarakter fəaliyyətin strukturuna ümumiyyətcə aid deyil. Yəni biz fəaliyyət mövzusunu keçəndə orada belə bir anlayışdan istifadə eləmədik. Ona görə biz 2 olan variantları çıxsaq, B, C, Y gedir. Qalır əlimizdə A, D variantı. Motiv bəli var. İzahda keçmişdik. Məqsəd var. Hətta o bir vektor əmələ gətirirdi. Vərdişlər də bəli var. O da ayrıca fəaliyyətdə bir hissə idi. 1, 4, 6, 1, 4, 5 tələbat. 1, 4, 5, 6. Cavabımız D variantı. Bunlardan hansı fəaliyyətin strukturuna daxildir? Konkret olaraq bunlar istifadə olunmuş suallardır həmin o işə qəbul imtahanlarında. Ona görə diqqətli olaq. Ümumiyyətcə gördük ki, xarakter sözü varsa, deməli bu bizim fəaliyyət mövzumuza aiddir. Bu ayrı bir bölməyə aiddir. İşin tərkib hissələrini ardıcıllıqla müəyyən edin. Bu bir öncəki sualımızla eynidir. Motor, mərkəzi və sensor. Dedik ki, biri icra, biri tənzim etmə, digəri isə nəzarətdir. 1, 3, 5 A variantı. Əşyavi fəaliyyətdən fikri fəaliyyətə keçmə necə olur? Yəni, məsələ çöpdür, belə deyək. Çöplərdən keçirik fikri fəaliyyətə. Burada da düzgün cavabımız olur elə internalizasiya prosesi. Yəni, əşyadan başlayır, fikrə keçirsə bu internalizasiya prosesi olur. Axı, demişdik, internalizasiya sözü özü daxili sözüdür. Əyanidən keçirik daxili əməldən. Ekstralizasiya nədir? Ekstralizasiya artıq əksinə olur. Fikridən keçirik fəaliyyətə. Unudulmuş materialın yada salınması deyil, əşyavi fəaliyyətin fikri fəaliyyətə keçməsi deyil. Dedik, bu internalizasiyadır. Vərdişlərin qarşılıqlı təsir prosesi deyil. Fikri fəaliyyətdən əşyavi fəaliyyətə keçiddir. Ekstralizasiya xarici deməkdir. Xarici sözündən götürülmüşdür. Fəaliyyətin əsas növlərini müəyyən edin. Oyun fəaliyyətimiz var. Təlim fəaliyyətimiz var. Demişdik, öncəki testdəki 3 ədəddir. Bir də bizim əsas əmək fəaliyyətimiz var. Onu da işarələyək. Düzgün cavabımız Y variantı. Hələlik bu qədər.